Hə uşaqlar, indi e, təkrar açmağımıza da bağlayıb açmağa ehtiyac yoxdur. Mən dövrümüzü gəlin təzədən dəyişim buradan görüm. Biz keçən səfər sentyabr ayı üçün əməliyyat aparmışdıq. O zaman sentyabrın 30-u idi. Hal-hazırda isə mən 01 oktyabr olaraq verirəm. Dövrümüzü limon dental olaraq qalıbdır və yenilənmə verəndə görürsünüz dövriyyə hissəsində heç bir əməliyyat yoxdur. Burada da 30 sentyabrın qalıqları gəlibdir dövrün əvvəlinə. Biz indi işləyəcəyimiz əməliyyatı belə deyək də oktyabrın 1-nə işləyəcəyik. Gəlin əməliyyat siyahımıza baxaq. Burada mövcud olan şey nədir? Bir müqavilə bağlanıb, müqavilənin tarixi var. Bu tarixli gəlin və nömrədə qeyd edək. Nə olsun? Nömrə neçəyə qədər işləmişdik biz orada? Deyəsən 6-ya qədər işləmişdik. Nömrə 7. Müqavilə nömrə 07. Beynəlxalq müqaviləyə və onun əlavəsinə əsasən 50.000 dəyərində, 50.000 USD dəyərində Noritake Kuraray şirkətindən aşağıdakı əlavədəki malları almışıq. Müqavilənin əlavə hissəsindəki mallardır. Buradakı rəqəmlərimiz USD ilə göstəriləcək. Bizim istənilən halda beynəlxalq ticarətimizin rəqəmləri USD ilə olacaq və biz də əməliyyatlarımızı o cürə girməliyik. Amma buradan görünür ki, bizim birinci etməli olduğumuz şey Noritake'ya açmaqdır. Kontragent yaratmaqdır. Ondan sonra oradan alacağımız məhsullara nomenklaturaları yaratmaqdır. Gəlirik. Nomenklatura malın adının yaradılması bölümüdür. Kontragent isə müştərilərin, alacaqlıların və öhdəlik yaranan ödəyicilərimizin, yəni kontragent oluyor ki, qarşılıqlı əlaqədə olduğumuz müəssisələr. Bunların, bəli. Edirəm, bu mənim tədarükçüm olacaq. Burada yerli tədarükçü papqam var idi. Bir dənəsini də yaradıram və bəli, 3 deyirəm buna və xarici tədarükçülər deyirəm. Bunu etməkdə səbəbim onun ibarətdir ki, əməliyyatların bir-birinə qarışmasın. Bunların qabağına heç nömrə qoymamışım, eybi yoxdur. Və xarici tədarükçülərə daxil olandan sonra əlavə et deyirəm. Artıq mənim əlimdə informasiya olduğuna görə mən onları təkrar yazmayacağım. Noritake Kuraray, ümid edirəm düz deyirəm. Hüquqi şəxsdir bizim üçün. Yazmaq deyirəm ki, aktivləşsin. Hesablar və müqavilələr daxil olma, artıq onun müqaviləsi mövcuddur. Karandaşı vuraraq dəyişdirməni verirəm. Birinci dəyişəcəyim şey müqavilənin adıdır və adında nömrənin qeyd olunması. 07 bəli, alış müqaviləsi. Noritake idi də, səhv etmirəmsə. Noritake. Deməli, təchizatçı ilə olduğu qalacaq. Məbləği müqaviləni qiymətləndiririk 50.000. 50.000-in əlbəttə. Alıcı ilə var. Biz satdığımız zaman birazdan edəcəyimiz şeylərdir. Komitetlər var, komisyonerlər var və digər var. Komitet və komisyoner aracı olan əməliyyatlardır. Hansı ki, mən də müştərinin əlaqədə olurum, amma aracını da müqaviləyə qeyd edirəm. Onun üzərindən gedir. Digərsə icarə və təsisçilərlə olan, yəni alış və satış müqaviləsinə aid olmayan müqavilələrdir. Hal-hazırda mal alış etdiyimiz üçün təchizatçıları seçirik. Müqavilə üzrə cəm yenə lazım deyil və yazmaq və okey. Yox, çünki düşündüm ki, əlavələr üzərindən gedərik. Hesab nömrəsi, beynəlxalq hesabları varsa, onları əlavə edə bilərik. Hal-hazırda bizdə yoxdur deyə girmirəm, köçürmə eləyəndə amma lazım olacaq. Kuralayımı yaratdım. Artıq belə deyək, şirkət mövcuddur və bir də mənə malları lazımdır artıq bunun. Yəni malları mən qaimi olaraq alacağıma görə, yəni bu əməliyyatda mən sənəddə olan bütün adlarda məhsulları yaratmalıyam. Yeni müəssisə, ambarlar, daha doğrusu mallar, materiallar üzrə gəldim və nomenklaturanı seçdim.
elektronika, məişət məhsulları, qida malları, quru meyvə, xam mal və materiallar, xidmət və avadanlıq. Burada mənim üçün olan mallarım yoxdur. Bunlara nə deyəcəm mən? Hansı kvalifikasiyada belə deyək də uyğunlaşdıracağam. Onları müəyyənləşdirək birinci. Yəni bu tipli mallar nə gedir? Texniki mallar nə? Adadır bunlar. Tamam. Stomatoloji mallar. Satacağıma görə bu mənim malımdır. Stomatoloji material yaza bilmirəm. Niyə? Çünki mən diş texniki deyiləm. Bunu mən istifadə etməyəcəm. Mən bunu satacağım sadəcə. Valideyn olaraq göstərir ki, bu nəyə qrupuna daxildir? Bunu mu deyir? Yox, təzə baxsın sizə. Hara getdi bu? Ha. Tamam. Orada var. O sizin normal etmişsin. Görürsən deyə bunların hansını valideyn kimi göstərsin, nəyin tərkibində olsun yenə atacağı şey, onu soruşur. Biz isə nəyinsə tərkibində olmasını istəmirdik. Özünün ayrıca görünməyini istəyirdik. Stomatoloji və əlavə edirəm. Əlavə etdim. Məhsullarımın qısa adlarına gələcəm. Baxın, sürətli açmağınız üçün digər şeyləri doldurmağa ehtiyac yox. Deyək ki, əməliyyatı tez etmək istəyirik. Hazır məhsul olaraq qalmalıdır, ədəd olaraq qalmalıdır və xaricdən aldığın üçün ədəbiyyəsi olaraq formalaşmalıdır. Daha sonra nomenklatura qrupunu seçə bilərsən, əlavə etdikdən sonra əlbəttə ki, və xam mal və materialını xeyr, bu maldır. Bir dəfəlik onu qəbul edək. Yemələr çıxmışarlar, mənə köməklik. Əlavə edeyim. Əlavə hissəsində biz əlavə edeyim olar. Bəli. Vergi xərc maddəsi. Hara gedirik, axtarırıq. Belə şey mi olar? Və balacadır, mən görmürəm. Mən nə bilim baxımdan? Dividendlər, royalty, təmir, sigorta, ilmi tədqiqat, amortizasiya, keçmiş illəri, və bölüşdürmə bölümü. Xərclər bölüşdürülür. Okey. Malları da seçdik. Baxın, yazmaq deyirəm. Keçirəm uçot hesablarına. Görüm inşallah burada alınar həmin pul. Əlavə et. Artıq burada şirkətə bağlamıram. Görürsünüz, nomenklator olaraq zaten malın adını veribdir. Şirkətə və ambara bağlamıram ki, digər müəssisələr üçün də istifadə olunsun və uçot hesab nömrələrini də qeyd etmədim. Amma burada mən sadəcə olaraq satış önkəni 601 və 701-i seçə bilirəm. Uçot hesab nömrəsi 205 malı versin deyə və təqdim etmənin hesabı 205 seçirəm yenə. Niyə? Bir, alanda hara yazacaqsan, satanda hardan çıxacaq? Onu qeyd edirəm. Satışın ədəbiyyəsinə qeyd edirəm 521 həmişəki kimi. Gömrükdən alacağım üçün gömrüyə 241 deyirəm və 241 də burada deyə bilirəm. Və bu prosesi tez-tez aparmağın başqa bir yönü yoxdur. Deyək ki, birincini etdim. Məndə FN-ləndir. Sizdə yəqin ki, birbaşa ola bilər. Hala bu F9, ha, gördüm. FN F9 verirəm. Siz birbaşa F9 ilə daxil ola bilərsiniz. FN F9 verdim. Əməliyyatı kopyaladı mənim üçün. Mən ikinci malı seçirəm. Əlbəttə. Ədəd, ədəbiyyəsiz mallar olaraq düşdü. Yazmaq deyirəm. Görürsünüz, sadəcə uçot hesabları yoxdur. Digər informasiyalar artıq yerindədir. Şirkəti seçmədim. 205. Yeni 205.
Baxın, aktiv hesablarda bu cür qeyd edirsiniz ha. Malı alacağınız yeri də eyni qeyd edirsiniz, satacağınız yeri də. 601. Bunlar məhsulları seçdiyimiz zaman rəqəmləri çıxsın deyədir. Hesab nömrələri avtomatik. Gömrüyünkü 241. 521 də satdığım zaman vergi mənə hesablasın deyədir. Və Ctrl Enter. Yine Ctrl Enter. İkinci malda hazır. Yine FNF9. Üçüncü malımız. Hə. Sizdə mənim kompüterimdə balacadır deyə klaviatura FN birləşdiriblər. Digər kompüterlərdə F9 tək vuranda da ola bilər, yəni böyük klaviaturalarda. Sənədi kopyalayır. İndi bundan sonra manualını da göstərərəm. Baxın, bu hissələr artıq dəyişmədi. Sadəcə yazmaq deyirəm. Uçot hesabına da gələndə sadəcə bu hissəni doldurulmasını istəyir. Baxın, fərq olsun deyə mən burada sadəcə 205-i mal alanda yazacağımız yeri və çıxardanda yazacağımız yeri qeyd edeyim. Ədəbi hissəsini qeyd eləməyə bilərəm. Amma 600.000-dən 701-i girməliyəm. Çünki bunları xətt kimi tanıyacağım. Amma burada da ədəbiyyələri girməsəm, əvəzləşdirəndə mənim üçün sıxıntı yaradacaq. Yəni, avtomatik əvəzləşməni özü vermir də elə bil alışında. Mal üzrə 241 enter, aşağı enter, yine 241 enter, yine aşağı enter və 521. Bu ardıcıllığı sizə niyə səsləndirirəm? Çünki birincidən başlayanda enter verində səni bir də gömrüyün əvəzləşməsinə, sonra satışın əvəzləşməsini yazmağa göndərir. Ctrl Enter və Enter verirəm. Səbirli olun, 3 malımız qaldı. Ən çətin hissəmizi edirik əslində. Yəni, nomenklaturaları açaraq ən çətin... Baxın, burada sənədin papka üzərində yaşıl plus var idi. Bir də ki, sənəd üzərində yaşıl plus var. Üzərində saxlısı nə gəlir? Kopyalamaya əlavə etmək. Vururam, həmin sənədi kopyaladı. Nə yazmaq istəyirəmsə onu verdim. Yazmaq, uçot hesab nömrəsi. Uçotu əlavə edib sadəcə hesab nömrəsini və təhvil. Artıq xədicə saxlayın. 4-cü malda ədəbi hissəsini qeyd etmirəm. Sadəcə satış və xərcini qeyd edirəm. Əldə etmə getdi. Ctrl Enter. Ha? Ki alış eləyəndə düşməyən informasiyanı görəsiz. Yəni orada da əllə əlavə eləmək də olur. Yəni bir malda elədim ki, orada əllə əlavə eləyək. Burada bunu bu cür yazanda, yəni əziyyət çəkirsən, yazırsan, amma o bir tərəfdən əlavə elədə daha asan olur. 4-cü mal getdi, 5-ci maldayıq artıq. Yine bu sefer de buradan etməyim mənə daha sərf elədi. F9 yazmaq, uçot hesabı əlavə et. 205, yine 205. Aldığım şey maldır deyə 205 olarak qeyd edirəm. Tamam. Şöyle bacardığım kadar bu hisseleri biraz süratli keçmeye çalışıram. O xidmətdə 200.000 planınız var. Hayır. Xidmət nədir? Qarşılıq, xərc. İndi aldığın qarşılığı nədir? Aktiv. Mal. O tərəfçəsini bir xatırlatmaq üçün deyərsiniz, oralardan nəyəsin mal. Bu hal-hazırda buradayıq. Biz xidmətdə nə edirdik? Hazır məhsulu götürürdük, xidməti seçirdik keçən səfər. İndi isə xidməti işarələmirəm. Burada malım ədəbiyyətsiz olduğuna görə seçmişəm, mal olduğuna görə malı seçmişəm. İnformasiyalarım da yerində. Kariyer marker seçdim, kariyer marker. Yazmaq dedim, çotum aktivləşdi. Əlavə et deyirəm. Biz burada müəssisələri seçirdik. İndi seçmədim ki, artıq bu müəssisəyi başqa müəssisədə açsam bu nomenklaturaları istifadə edə bilim. Və aldığım şey mal olduğuna görə bura 205 girəcəm. Amma xidmət alanında xidmətin təyinat yeri haraydısa,
İnzibati isə inzibati, satışın maliyyə dəyərinə daxil olacaqsa 701, inzibati isə 721, satış xərci isə 711 olaraq seçirdim və o cür şey edirdim, sinifləndirirdim. İndi isə mal dedim, malın giriş yerini qeyd edirəm və çıxanda hansı hesabı, satış yazanda haranı istifadə eləsin yazıram. Satışı etdiyim zaman əlaqəli hesabını və xərcə sildiyim zaman ki, satışın maliyyə dəyərinə əlaqəli hesabını yazsın deyə də bunları seçirəm. Əməliyyatda əvəzləşdirməmə görə bunu seçsin. Gömrükdəki əvəzləşdirməmə görə bu hesabda, satışdakı əməliyyatıma görə isə ƏDV-sini bu hesabda formalaşsın deyə deyirəm və Ctrl Enter deyirəm. Düşürəm bu səhifəyə, sotun səhifəsini. Yenə Ctrl Enter deyirəm və mallarım hazır. Baxın, görürsünüz, burada ştrik kod, ölçü, rəng də var. Yəni, onlar da əlavə olunan proseslərdir, amma supermarket şəbəkələrində və onlayn şəkildə birbaşa birləşdirilir, əllə girilmir. Və baxıram əməliyyatıma. Nə deyirdi mənə? Malları açdım. Bu miqdarlarda bu malları alış etməm lazımdır. Gəlirəm bu bölümə, bağlayıram. Artıq əslində buranı da bağlayayım bir partiya. Ambarlara daxil olanda və burada ambar var. Məndə harada var ambar? Yoxdur, ha. Ambarda malların inventarizasiyası, malların mədaxili, malların silinməsi, malların yer dəyişməsi var. Sizin birinci əməliyyatınız nə olmalıdır? Siz alış sənəti düzəltməlisiniz ki, yəni məhsulları ala biləsiniz. O ambara belə mədaxil eləmək. Alqıdan biz keçən səfər xidmətdə nə seçdik? Mal, iş, xidmət, mədaxili seçmişdik. Baxın, yenə buralar qarışıbdır. Mən limon dentalı seçirəm. Vururam və bu formaya gəlsin. Ancaq limon dentalı görüm. Yeni sənəd əlavə etmək istəyirəm. Sənədimi əlavə etdim və satın alma komissiyasını mal aldığım üçün seçirəm. Sənədim hazırdır. Nadir, hansı tarix almışam? Yəni, ayın 1-nə dedim. 01 oktyabra. Kontragentim kim idi? Nə idi adı onu? Nə? Kontragentim ki, mal aldığımız şirkətin. Onu bilim elə. Notay vurdum və çıxdı. Ambarımızı əsas ambar olaraq seçdik. Biz keçən səfər burada xidmətlər bölümünü seçib doldururduq. Düzdür? İndi isə mallar bölümünü seçəcəyik. Çünki aldığımız şey mal. Baxın, burada seçmə üsulunu da edə bilərik. Bir-bir də malı gətirə bilərik. Bir-bir gətirdiyimiz zaman buradan girməliyik, gəlməliyik stomatolojide. Deyək ki, nəyi seçəcəyik? Bunu. Nə qədər verməli olduğumuzu hardan bilirik? 300 ədəd. Ölçü vahid olaraq 300. Maraqlı bir nüans var uşaqlar. Biz burada əməliyyat doğru olsun deyə müqavilənin valyutası var idi. Bunu USD olaraq dəyişdirməliyik. Gəlin qayıdım həmin yerə bir də. Yadımdan çıxmışdı. Buranı bir də bağlayayım. Deyək ki, yeni sənəd açdım. OK dedim. Sənədim hazır. Adamların müqaviləsi çıxdı. Amma biz müqaviləni hazırlayanda kontragentdə müqavilənin valyutasını dəyişməmişdik. AZN qalmışdı. Axı biz dollarla məhsul alırıq. Onun üçün burada müqavilənin çıxdığı yerdə gəlirəm. Buradakı lupa işarəsini vururam. Birbaşa müqaviləyə daxil olur içərisinə. Və burada valyuta bölümündə dəyişirəm. USD olaraq seçirəm. OK deyirəm. Artıq müqaviləsi USD-yə çevrildi. Rəqəmlərdə USD-dən olacaq. Əlbəttə ambarımızı, öz ambarımızı götürürəm və mallar bölümünə seçmə deyirəm. Seçmə deyərdə bölümdə mənim üçün açdı. Bizdə nə idi? Stomatoloji vurdum və bunu seçirəm. Nə qədər almışam? 300 ədəd. Enter. Digərindən nə qədər almışam? ES2-dən. ES2 haradadır? Burada 1000 ədəd. 2 dəfə enter verdim, düşdü. Sonraki CRL AP nədir bunun altı? Aha, 800 ədəd. Üstündə 2 dəfə vurdum. 800 verir yazıram və 2 dəfə də enter deyirəm. Başqa nə var? Və buradan sırayla gedək. Disikor var. Pardon, oradan buradakı siyahıya uyğun baxıram. Disikor hansıdır? Aha, budur. 200 ədəd. Sikorun üzərində vurdum. 200 ədəd, 2 dəfə enter.
Sonra ne var? 5 milyon. Bak, neçəsi yazır? 4'ün. Ha, Panivea V5 var. Bond yazmadım. Bond bu. Tamam. Baxıram həmin bonda. 868 ədəddə bu var. 868 ədəd, 2 dəfə enter və bir də bu var idi, düzdür? Bunda nə qədərdir? 200 ədəd. Sən bahalım. Vurdum və buranı X verib bağlayıram hələ ki. Baxın, ölçüləri veribdir. Ölçü vahidlərini mən ədəd olaraq vurdum, düşmür. Niyəsə ölçü vahidlərini qəbul edəm. Niyə qəbul edəm? Hə, var artıq. Ədəd olaraq, bəli, götürdü. Tamam. Gəlirəm qiymətinə. Qiymətdə gəlməmişdən də baxın bir dənə zəhmət olmasa. Buranı görürsünüz. Birim olsun ben. Bu bildiniz mi biri hansı biridir? Ben OHD'nin Gəlirəm birinin lupasını verirəm. Çot hesabını seçirəm. Burada düzəliş verirəm və qeyd edirəm. Və onu izah etməyə çalışırdım. Əlimizlə yazsaq da olur əslində, amma niyə avtomatlaşdıra biləcəyimiz bir şeyə seçək. Və burada artıq bu sətr var, düzdür. Mən buna X verirəm. Təzədən seçmə üsulu verirəm həmin məhsulun adına. Ki, sətrini seçsin. Hansı məhsulumuz yoxdur burada bizim? Nəyi seçdik biz? istediğim sular. Bunu düzdür. Ben 800 ədəd. Tamam. Artıq hamısını eyni cür yazdım. Gəlirəm qiymətlərə. Markerin qiyməti $5. $5. İkinci kimdir? ES2 $10. Aşağı endirəndə, enter vuranda birbaşa içərisində daxil olur sənədin. Kor yazılan axırı 22 $. Enter verdim aşağı, bir daha enter verirəm, daxil olur. Nədir bu? Bond. Bonda nə demişik? $25 demişik. Panavia V5'te $30'da artıq. Bu nədir? Aha, flow olan axırı $8. Rəqəmləri girdik. Nə qədər etdi? 50.000. Baxın, burada azyan olaraq göstərir hələ ki. Yəni, birazdan baxacaq görək o kontragentin müqaviləsi niyə USD ilə düşmədi. Bunu dəyişdik axı. Müqavilə üzrə böyüdüm, baxın bir dənə görüm. Valuta burada da onu da göstərmir, görürsən. bu ya. Benim USD'm. USD var da seçmişim. Deyirəm, baxım görüm başqa bir şeydə yaddan çıxartdığım bir şey yoxdur USD ilə bağlı. Yoxdur. Ümid edirəm mallarda yazmağımıza gərək yox idi. Uşaqlar, xərclər hesabında artıq görürsünüz, özü düşmür deyə 701'i seçməmiz lazımdır əllə. Tam size. Görünmür də, bax. Enter vururam, görünür, görürsünüz. Prosto belə vardı ya, qırmızı inandı deyə. Deyirəm, vacib olar. Malları qeyd etdik. Hesablaşmanın sud hesabı 531 enter. Görürsən, valyuta elə deyir. 531 2. Oxuya bilirsiniz aşağını? Ben 531 2 olaraq seçirəm. 243 enter verirəm. İkinciyə baxaq, valyuta ilə. Seçdim. Əlavə olaraq gəlirəm, nə informasyon var? Daxil olma nömrəsi, məsul şəxs, yük göndərən, mal satan, mal alandır. Bu yük göndərən kim olacaq? Əlavə şirkət yoxdur, onsuz da. Hara getdi bizim tədarükçülərdə Noritakemiz. Noritaki Kuramay.
Mal olan kimdir? Bizim özümüzük. Başka bir şey. Ha? Kuratay deyirəm ha ona. Hesab fakturamız nə almışıqsa, onun nömrəsi və tarixini qeyd edəcəyik. Tarix olaraq fail 1-ini qeyd edirəm. Nömrə olaraq 14K deyirəm. Şu anda bir de bizim burada bir əməliyyatımız oldu. O qaldı əslində. Onu göstərə bilmədim sizə. Diqqət edin, bu biz mallara yaratdıq hamısını. Oradan nomenklatordan açıb baxaq. Hara getdi o? Aha. Biz malları yaradanda əslində xaricdən aldığımızı unutduq. Və bizim burada yük gömrük bəyannamə nömrələri istəyirdi bizdən. Onu qeyd eləmədik. Bu yük gömrük bəyannaməsi deyək ki, biz axı alırıq. Burada bəziləri var da yaradılıb. Biz bunları seçməyəcəyik. Görürsünüz, bunların hamısının bir dəyərləri formalaşıb. Bu ƏDV hissələridir. ƏDV-ləri bizdən yaranandan sonra bura bağlayacağıq artıq. Yəni, hansı elektron ƏDV-si nə qədərdir? Nömrəsi, sorğu nömrəsi. Yük gömrük bəyannaməsini biz sizlə işləmişdik. Yuxarıda sizə nömrə göstərmişdim. Sağda. Yük gömrük bəyannaməsinin sorğu nömrəsi deyə. Uzun rəqəmli əvvəli tarixdən başlayır da arxası nömrə ilə. Həmin rəqəmləri bax eynən bu gördüyünüz kimi bura daxil eləmək lazım olur. Vəssalam, sənədimizi bir gözdən keçirək. Hesab fakturanı yazdıq, hesablaşma nömrəsini yazdıq, aldı çeşid malımızı yazdıq və qiymətini yazdıq. Müqaviləmiz, ambarımız keçərli. Tariximiz də keçərli. Tariximiz 1-ə mi düşsün, 2-ə mi düşsün? Deyək ki, ayın 1-ə düşsün. 01 oktyabra düşsün. Bəli, qəbul edirəm. Və qeyd et. Hesab faktura çıxdı və qorxuram da yazmağa. OK. Ha, buna görə qorxuram. Malların və xidmətlərin daxil olması. Bu tarix satın alma komissiyası 7 dönüm müqavilə USD. Nə? Reklam ya tipi uçutu azın. Hardasa deyirəm də, mən bu dollar söhbətinizə xoşuma gəlmir. Verməlidir. Bu yutumsuz. Bir dəqiqə. Müqaviləni dollar elədim. Fərq bölümünə nə yazıram? Nələr qeyd olunur? Misal üçün, özümdən belə bir informasiya gördüm. Yazdım ki, Norotek Kuratay'dan Turatay yazmışam özdə. Kuratay da yazamamışam. Yazığın adı ilə bağlı problemim var. Yazmışam bu şirkətdən aldığım, alınan 14-cü partiya məhsullardır. Pulu rəsmiləşmədən 5 gün sonra ödəniləcək. Yəni, mənim əlimdə olan şərt və informasiya buydu. Onu qeyd eləmişəm. Qeyd et, sənəd nömrəm çıxdı və OK. Dondu. Kabul. İstediği oldu burada. Şöyle. Verim şu an. Yok, senin için. Benim için. Ha, hesaplaşma usul hesabını yazmamış ha. Bir dəqiqə 531 yok. Donmuşdu nəsə. İşlerimdeyiz. İşləyəcək ha. İçmə düşdü. Görən varmış qaldı yox. Sen buradan var, görmem. Sen oradan. Onu Ulan hayal, falan. Əlimlə aparım ha. Çünkü bundan yiyorum. Yox, onu götürməsə götürməyəcəm üstə. Qoydusun, problem deyil. İkini seçirəm. Ha, bir daha yuxarıda görürsünüz uşaqlar. Diqqətimdən yayınıb biri seçmişəm. Bunu etdiyim zaman əməliyyatım gedib başqa spesifikləşdirəndə ali hesaba düşür. Və OK. Bəli. Çox şükürlər olsun, alışımızı etdik. Və USD ilə görünür. Debit və kreditini yoxlayıram. Baxın əməliyyatlara.
məhsulların ancaq alışını göstərir. Əvəzləşmə görürsünüz burada? Yox. Və nə göstərir? Miqdarları, bu hissədə isə dollarla qiymətləri. Burada isə manatla qiymətləri. Və biz nə edirik? Gəlirik dövrəyə qalıq cədvəlinə, hesabatlar, dövrəyə qalıq cədvəli tərtib etdirdik və 205-imizdə artıq mallar mövcud. Amma nə qədər görünür? 85.000 manat. Daxil olurum üzərində. OK deyirəm. Baxın, açıqlaması bu formada görünür. Misal üçün bu məhsulu deyək də və yaxud da ki, markeri deyək, market plusdadır. Aha. Əsas ambarımdadır. 2550 manatdır və 300 dənədir. Mən onu satdığım zaman bura isə yenə manatla və miqdarına silinməsi düşəcək. Burada qalığını görəcəm. Və bu da malların və xidmətlərin alınması əməliyyatıdır. Deyək ki, bu cürə mən bunu oxumağım çox çətin olursa, gördüyünüz hissə var ya, pluslar olan hissə. Orada sağ düyməni vuracam. Qruplaşdırma səviyyəsində deyək ki, 1-i seçəcəm. 1-i seçdiyim zaman bu formada görünəcək. Bura mənim ambarımdır. Görürsünüz 205 nömrəli hesabım, mal ambarım. Mal ambarımda olan mallar miqdarı, dəyəri göstərilibdir, amma manatla göstərilibdir. Artıq mallarımı aldım. Amma bu nə deməkdir? Mən bundan əməliyyatım bitdimi? Xeyr. Əməliyyatımın içərisində, diş eləmişəm mavsa, əməliyyatımın içərisində mən gömrük yığımını, gömrük rüsumunu, idxalda deveni, broker xidmət haqqını, daşımamı, yerli daşımanı, bunların hamısını əməliyyatların üzərinə əlavə etməliyəm. Baxın, burada ən çətin olan mənim üçün nədir? Dolların olan əməliyyatdır. Düzdür? Birinci bu daşımamı mən yaratmalıyam. Hansı şirkət idi? Karaib Lojistik Ltd idi. Və gəlirəm, bunu edə bilmək üçün hesabat müəssisə, hanı kontragentlər, tamam, tədarükçülər və xarici tədarükçülərdə yəni kontragent açıram və həmin şirkətin adını qeyd edirəm və yazmaq deyirəm. Hesablar və müqavilələr açılanda müqaviləmi seçirəm. OK. Birinci, əlim həxim deyəməm, düzəldirəm və nömrə 8 deyə daşıma müqaviləsi, beynəlxalq daşıma müqaviləsi. Müqaviləsi deyə qeyd etdim. Başqa dəyərim varmı? Xeyr, yazmaq. OK. Yenə hesabını doldurmuram. Əməliyyatlarımızı sürətli edək deyə. Və bunu yaratdıq. İndi isə hər zamanki kimi gəlirəm əməliyyatlarımı bərpa etməyə. Baxın, mənim mal alış əməliyyatım var idi burada, düzdürmü? 50.000 dollarlıq. Bəli. Mən indi alacağım təzədən xidmət almalıyam da keçən belə deyək tarixdə siz elədiyiniz kimi. Amma gedib burada alqı-satqıdan etmirəm onu. Həmin sənətimin üzərində işarələyirəm istədiyim yerində. Sağ düyməmi vururam və gəlirəm buradan əsasında bölümünü seçirəm. Baxın, əsasında. Bölümünü seçdim və sağda axtarıram. Təchizat mallarının geri qaytarılması, idxal üzrə yük gömrük bəyannaməsi, yəni bəyannamə məlumatlarının doldurulması. Baxım, görün, burada dopras kodu verir mənə. YGB seçməmişəm deyə onu edə bilmirəm. Gömrük, gömrükdə depozit, razılaşma. Əslində, burada mənim üçün verir. Bununla da edə bilərik. Amma biz dopras kodu olaraq edək. Çünki gömrük əməliyyatları deyil. Yenə əsasında burada malların və xidmətlərin əlavə xərcləri, malların satışı haqqında komment, istismara, yer dəyişməsi, əlavə xərclərin daxil edilməsi. Yəni, bu malların üzərində çəkilən başqa xərclər varsa, onları daxil etməliyəm və seçirəm. Görürsünüz, malları mənim üçün çıxartdı. Yəni, hansı mallardır və mən əlavə xərclərin bunların üzərində bölüşdürülməlidir. Bölüşdürülmə üsulunu seçməliyəm öncədən, birinci. Baxın, deyir, məbləğ üzrə və miqdar üzrə.
Burada bizim malların çeşitləri fərqli olduğuna görə, dəyərləri də fərqli olduğuna görə biz məbləğ üzrə seçəcəyik. Və əlavə dəyər vergi dərəcəsini burada ƏDV-siz olaraq seçəcəyik. Niyə? Çünki aldığımız mallarda ƏDV yoxdur. Hazır xidmətdə. Xərcimizin məbləği nə qədərdir? 5000 USD idi. Daha doğrusu birinci kontragentimlə hesablaşmaları bura niyə keçirə bilmirəm. Kontragent burada var ki, mən aldığım. Aldığım xərci daxil etməliyəm. Müqaviləsi çıxdı. Dollarlandı və xərcimin məbləğini 5000 dollar idi uşaqlar. 5000 olaraq seçirəm və doldurmaq, mədaxil üzrə doldurmaq, artıq sənədi veribdir deyə ehtiyac yox. Və xərclərin bölüşdürülməsi üçün mən burada qeyd et deməliyəm. Baxım, hər şey yerindədir. Bu bizim nəyimiz idi? Yenə 531 ikimiz idi də. Deyək ki, xarici şirkət idi. Məlumatımı hara getdi mənim, yaxşı. Üzərində bölmədim axı. Bircə dəqiqə. Əlavə xərclərin daxil edilməsi buradadır. Deməli, verirəm. Xərclərini niyə özü bölüşdürmədi ki? Hesabla yeri görürsünüz burada. Bir dəqiqə. Əlavə xərcin olması yerində yenə bir dənəsini əlavə edirik. Burada nəyimiz var idi bizim? Gəlin istəsiz birinci gömrük əməliyyatından başlayaq. Bizim dövlət orqanını bağlayıraq. Dövlət orqanlarına bağlı kontragentimiz olmalıydı. Müəssisə, kontragentlər, orada dövlət qurumları var idi. Baxın, gör burada ne var? Bakı Elektrik Şəbəkə İcbari Sığorta Bürosu var və biz bura Bakı Baş Gömrük İdarəsi deyə bir kontragent yaradaq. Bunun kontragentində biraz fərqli durum var idi. Müqavilələri əksər hallarda iki cür olur. Ne deyək? Normal 9 deyək. Deyə də bilmədik. Nömrə normal 9. Az indirmi? Az indir. Gömrük də bizə xidmət göstərdiyinə görə təhsisatçımız qismindədir. Və qeydir. İndi bayaqki bizim mal daxil etməmiz var idi, hansı ki 50 minlik. Əsasında görünmürdü gömrük idxalı doğru verəcəkmi gibi məlumatlarını. Razılaşma. Baxın, burada valyuta ilə bir dənə müqavilə istəyir. Hansı ki oraya gitti. Dediğim kimi iki müqavilə istəyir. Görürsünüz, biri valyuta depozitidir, biri gömrük və gömrük depozitidir. Mənim gömrükü seçirəm Bakı Baş Gömrük olaraq. Gömrükdə AZN depozitinə bir sənəd yaradıram. Diğer olaraq verdi. Adı doldurulmayıb. Diğer ise valyuta ilə. Bizim də seçdik. Əsas yuxarı hissəni tamamladıq. Yük gömrük bəyannaməsinin nömrəsini indi yaradacağıq. Əlavə et deyirik. Deyək ki, burada bir sorğu nömrəsini burada istəyir. Nə olsun? Bizimki 22-ci il deyil, amma bizimdə də nədir?
12, 25'ti də. 25, 4-0, 434, 866, 1, 2, 3, 4-0, 455, 455'dir. Eyni rəqəmi kopyalayıb keçirdəcəyik və əlavə dəyər verici məbləği. Eyni rəqəmdir də, yəni sorğu nömrəsini qeyd edirsən sadəcə. Baxın biz burada nə etdik? Invoice dəyərimiz bəllidir 50.000 dollar. Biz necə hesablayırdıq yük gömrük bəyannaməsinin gömrük dəyərini? Invoice-u vururduq kursuna. Vurduğumuz zaman 85.000 AZN elədiyini mal alışından bilirik. 85.000 AZN-in 15% nə qədər eləyir? Bir dənə hesablayın zəhmət olmasa. 15%. Yani şimdi Tamam. 12.750 plus 85.000. 97.750. Onu da vururam 18%'e. 17.595. Yani əlavə dəyər vergisi. 17.595 olarak seçtim ve Ctrl Enter nömrə düşdü. Əməliyyatın haqqı, yəni xidmət haqqını istəyir. 240 manat. Əgər gömrükdə cərimən varsa, onu da qeyd edirsən. Yük gömrük bəyannaməsi nömrəsində rüsum 15 dərəcə 12.750 manatı bu qədər hesablamışdıq da bizə, düzdür? evet. 97.750 eləmişdi. 85.000 üstə 12.750 gələndə belə eləyər də, yəni yox? Tamam. Ədəbi valyuta ilə və ədəbinin dərəcəsini istəyir. Mən 18 dərəcə seçirəm. 17.595 yox da 17.638 hesabladı. Çünki o bir tərəfə də 240-ımı qeyd eləmişəm. Mən avtomatik burada dəyişim gələn onda rəqəmi. Nə qədərdir? 16.000. Şöyle mən dəstə yatmışsınız. 17.638 20. 17.638 20. O 7.638 20. Çok oldu. Bekleyin. Tamam. Daha hansı əməliyyatlar var? Əlavə olaraq hesablaşmanın çox hesabları. Baxın görürsünüz bunda artıq nə qədər çoxdur. Gömrük də hesablaşmanı biz 538 olaraq seçəcəyik. Digər qısa müddətli kreditor borclar. Burada nə istəyir? Çox hesabı, valyuta bizə lazım deyil. Gömrük üzrə xərclərin çox hesabı. Xərci hara yazacaqsınız? Gömrükdəki xərcləri. Mən malın üstünə istəyirəm. Siz hara istəyirsiniz? Cərimələr üzrə digər xərclər cəriməm yoxdur. Avanslar üzrə hesablaşmanın çox hesabı 243.1 və gömrükdə hesablaşmanın çox hesabı valyuta ilə 538 şey çıxardır. 2 çıxardır. 538 kreditor borçlar başında əlavə olaraq YGB əsas nədir bu? Hə. Və okey. Nə deyir? Summa boş liniya bu tavarın razdiyanlı tamam. Ne var burada? Bölüşdürmək verməmişəm. Deyir ki, səhv saymır.
Deyir ki, əməliyyatların üzərində bölüşdür. Bayaqları mən belə şey axtarırdım əslində. Bölüşdürmək verdim, gördünüz. Görmədiniz, yəni qaçdınız, Ctrl Z də eləyə bilmirəm. Bütün informasiyaları yazandan sonra burada bölüşdürmək yeri var da. Bayaq mən ondan axtarırdım sözünü açıq əlavə raskoda gəlmək istəyəndə. Bölüşdürmək verdim. Özü hər məhsula nə qədər düşməlidirsə, qiymət nisbətinə görə böldü, əlavə elədi üzərinə. Və bölüşdürədə nə seçmişdim? Ədəbi, valyuta, tamam. Baxım dəyərlərindən 12.750, toplam əlavə dəyər vergisi 17.638. 50.000 manatlıq da nədir bu? Hə, gömrük rüsumu bu qədər, malın da qiyməti bu qədər. Tamam. Qeyd et. Okey. Bu da düşdü. İndi gələm dövrəyə qalx cədvəli. Dəqiqə buranı çəkmişdiniz də siz. Hə, güzəldir. Güzel etmiş. Və baxmaq istəyirəm. Miqdarlar dəyişməyib, artıq qiymətlər dəyişib, gəlib 3000-ə çıxmışıq. Başqa hansı tip xərcimiz qalmışdı burada? Yerli daşıma, ambara kimi 200 manat, fəhlə xərci 200 manat, səhiyyədən satış lisenziyasının alınması 460 və etiketləmə zəhmət haqqı 2000 manat. Zəhmət olmasa, bir də gəlin o xərcləri siz əlavə edin. Sənədimiz buradadır. Hələ getdi. Bağlayıram hər bir şeyi, x deyirəm. Buna eləmirəm. Bunu x verim. Sənədimiz mal və xidmətin daxil olmasında girdiyimiz zaman limon dental olaraq seçib filtri veririk, ancaq özümüzkülər görünsün. Son alışımız görünür budur. Biz bunun üzərinə əlavə xərc edəcəyik. Yenə göstərirəm. Sağ düyməni vuracağıq. Burada əsasında əməliyyatı var. Seçdik. Bu əsasındanı burada da görə bilərsiniz bu arada. Baxın, buradan çıxırım, sağ düymə vermədir. Seçmişsiniz. Əsasında yeri burada var. Verdiniz, buradan seçə bilərsiniz. Bizə nə lazım idi? Əlavə xərclərin daxil olması. Seçəndə həmin sənəd açılacaq. Xərci seçib üzərinə əlavə edə bilərsiniz. Amma tarixə diqqət edin, yenə mən dediyim kimi. Seçməmişdən qabaq bölüşdürmə verməlisiniz. Bölüşdürmə əməliyyatını seçəndən sonra müqaviləsi, onu sizdə AZN-lərdir. Kontragentləri də keçən səfər xidmətdən açmışdır. Daşıma üçün var idi, fəhlə üçün də birbaşa əməliyyatdırsa onu girəcəksiniz. Amma birinci xərcin əməliyyatları və sənədi olmalıdır. Həmin sənəd əsasında girməlisiniz, buyurun.